Ədibin evinin səhnəsində konsert proqramı uğurla davam edir. Ədibin evi Ədəbiyyata Dəstək Fondu mədəniyyətin əlçatanlığını təmin etmək üçün yay konsertlərinə başlayıb. Tarixi məkanda sakinlərə və turistlərə əsl musiqi bayramı yaşadılır. Qədim qala divarları üzərində rəngarəng musiqi mədəniyyətimizi əks etdirən konsertlərimiz içəri şəhəri bir məkan kimi bir daha mənalandırdı. Çəkilişlərimiz turistlərin, şəhər sakinlərinin marağına səbəb olur. Ayaq saxlayırlar, gəlirlər çəkilişləri izləyirlər, ifaları izləyirlər. Amma daha sonra virtual məkanda yayımlanan konsertlərimiz Azərbaycan musiqisi həvəskarı olan dünyanın hər bir güşəsinə çatır və maraqlı mədəni məzmuna çevrilir. Saçlarına güldüsün, mənim günüm gündüzsün, sənsiz mən necə düzüm, gəl gülsün üzüm. Rəngarəng musiqi proqramları Azərbaycan Milli Konservatoriyasının mütəxəssisləri tərəfindən təqdim olunur. Şəhərin mərkəzində gözəl bir məkanında biz ifa elədik. Xoş günlərdən birini yaşadıq. Bir təkrar olmaz bir yerdir də. Ona görə burada o caz havası göydə də, havada da biz onu hiss edirik. Və istərdik ki, davamlı olsun bu layihələr, çox gözəl layihə. Qeyd edək ki, Ədibin evi Ədəbiyyata Dəstək Fondu, İçəri Şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Konservatoriyası, Asan Radio və TV layihənin tərəfdaşlarıdır. YouTube kanalımıza abunə olun.